Hər vaxtınız xeyir əziz izləyicilər, kanalımıza abunə olub like etməyi unutmayın. Məktəblərdə dərs keçilmir, təhsil bərbad gündədir. Valideynlərin hamısı cibindən pul verir uşaqlarına hazırlıq yanına göndərir. Birinci sinifdən bugün uşaqlar müəllim yanına hazırlığa gedirlər. Sonra da deyirlər təhsil belə. Yaxşı ki o hazırlıqlar var. Yoxsa bu təhsilin səviyyəsi ilə Azərbaycanda bir uşaq universitetə girməz. Ya da o qədər belə, bilmirəm də, savadlı uşaq olmalıdır ki, onu girməli. Bunların hamısı faktdır da, amma bir müəllimi çıxartdıq, həvəs salam, sosial şəbəkələrdə sakitçiliyi çöktü. Bundan sonra səs yayılmayacaq mı? Elə gözəl yayılacaq. Hər birdəki bir şey var. Məktəb direktorunun yanına gedəndə icazə vermirlər telefonumu içəri salasan. Niyə? Çünki orada rüşvətxorluq haqqı hesab söhbəti gedir. Ona görə də qoymurlar məktəb direktorunun yanına. Şəxsən özüm direktor qəbulunda olanda mənə deyirlər telefonumu qoyur. Deyirəm, niyə? Təzə çıxıb. Yox, mən deyirəm, gəlin məsələnin dəyər tərəfinə baxın. Bəs sizin insan kimi mövqeyiniz nədir? Sizin övladınıza dərs deyən adam, siz ona, dövlət ona maaş verəndə az verir, çox verir, düz verir, səhv verir, qoyuram da qırağa. Dövlət ona bir bəlli maaş verir də, düzdürmü? O orada işləməsə, onun yerinə gəlib orada başqa işləmək istəyən müəllim var, yoxsa yoxdur? Ehtiyac olana işləyəcək təbii ki. Var da, yəni Təbii, orada. Mən deyirəm ki, o orada, bax sizin övladınıza dərs deyən adam, gəlib dövlətin verdiyi maaşla sizin övladınıza dərs demirsə, dərs vaxtı ki, siz ona pul verəsiniz ki, dərsdən sonra sizə övladınıza dərs desin. Bu adama insanlıq çərçivəsində vicdanlı adam demək olar, yoxsa yox? Yox, təbii ki. Mən də onu deyirəm ki, vicdanlı adam belə eləməməlidir. Nə deyirəm ki, çölə gedəndə zibil atırsınız, atmırsınız. Niyə atmırsınız? Çünki normal sivil adam çölə zibil atmamalıdır. Mən də deyirəm ki, normal sivil müəllim öz sinifindəki uşağa dərs deməməlidir repetitorluq. Eyni şeydir. Yəni, eyni dəyər, bəzən ikincisi birincisindən daha pisdir, səmimi olaraq. Yəni, mənim anlayışımda. Yəni, söhbət bundan gedir. Mən ki, bizim insanımız bunu başa düşməyənə qədər, bu birinci problemdir. Bu problemin əsas hissəsidirmi? Yox, bu sizin qaldırdığınız məsələdir ki, onun maaşı aşağıdır. Mən deyirəm, bəli, siz onu düz izah edirsiniz. Amma mən deyirəm, bunun mənəvi tərəfi səhvdir. Eyni müəllim sinifə girib, uşağa dərs demirsə ki, bir də təkrar edirəm, gün ortadan sonra atası pul verəndə, anası pul verəndə ona dərs deyəcəm. Bu belə müəllim olmamalıdır da, belə bu səhvdir. Başqa bir şey demirəm. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.